Ölkəmiz 3-cü MCB oyunlarına uğurlu ev sahibliyini davam elətdirir. 23 idman növündə gedən mübarizə arasında ən maraqlılardan birisi də məhz kamandan ox atma yarışındaydı. Bu idman növünə bu qədər marağın olmasına daha bir səbəbsə məhz ev sahibi idi. Bu yarışa kamandan ox atma yarışına Xankəndi şəhər stadionu ev sahibliyi elədi və Xankəndi işğaldan azad olunduğundan sonra tarixində ilk dəfə beynəlxalq bir idman yarışının ev sahibi ünvanına sahib oldu və bu yarış şəhər üçün kifayət qədər uğurlu alındı deyə bilərik. Çünki azarkeş marağını nəzərə alsaq, burada işlərin gedişini, eyni zamanda təşkilatçılıq məsələlərini nəzərə aldıqda Xankəndi öz missiyasını uğurla yerinə yetirdi. Yarışda Azərbaycan milli komandası təəssüf ki, medalçılar sırasına düşə bilmədi, amma idmançılarımızın gənc olmağını, eyni zamanda əsas idmançılarımızın zədəli olmağını nəzərə alsaq, kifayət qədər yaxşı nəticə sayılır, qənaətbəxş nəticə sayıla bilər. Belə ki, qadınlardan ibarət komandamız elə komanda yarışında 4-cü yerlə kifayətlənməli oldu. Onlar yalnız 3-cü yer uğrunda görüşdə uduzdular və buna da əsas səbəb milli komandamızın əsas üzvü olan Fatimə Hüseynlinin yarış zamanı zədələnməyi səbəb oldu. O biləyindən zədə almışdı. Bəli, kamandan ox atma yarışları oktyabrın 2-sindən oktyabrın 5-nədək Xankəndi şəhər stadionunda reallaşdı. Başqa müxtəlif ölkələrin idmançıları burada medallar qazandılar. Hər birində danışdıqda onlar şəhərin gözəlliyinə heyran olduqlarını vurğuladılar. Eyni zamanda təşkilatçılığı da yüksək qiymətləndirdilər. Təşkilatçılıq məsələlərinə və xarici idmançılara gəldikdə isə burada yalnızca onlar üçün yarış təşkil olunmadı. Yəni idman mübarizəsi çərçivəsində başqa tədbirlər də təşkil olundu. Bunlardan birisi də Şuşaya infoturun təşkil olunmağı idi. Burada iştirak edən komandalar, idmançılar, məşqçilər, nümayəndə heyətləri üçün dünən Şuşa şəhərinə xüsusi tur təşkil olundu. Onlar burada Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün, Üzeyir Hacıbəylinin, Xurşidbanın, Natavanın bərpa olunmuş büstlərinə, eyni zamanda Şuşa şəhər icra hakimiyyətinin qarşısında oldular, Şuşa qalasını ziyarət elədilər və burada hər birində, eyni zamanda Yuxarı Gövfarağa məscidində oldular və burada görülən bərpa işləri, eyni zamanda Azərbaycanın tarixi torpaqları haqqında onlara məlumatlar verildi və bu informasiyalarla onlar yarışa davam elədilər. Belə, bizimsə sizə Xankəndidən hələlik çatdıracaqlarımız bu qədər, amma ümid edirik ki, məhz buradan, Xankəndidən daha fərqli idman növlərində yenə mübarizələrdən xəbər verməyə davam eləyəcəyik. Bizdən hələlik bu qədər.